Hörmətli izləyicilərimiz, sizlərə elə bir yerdə, elə bir ünvanda mənzillər çəkib təqdim edirəm ki, metrodan hardasa 5-7 dəqiqəlik məsafədə, Xətai rayonunda Əhmədli metrosunun demək olar ki, yaxınlığında sizə 3 ədəd mənzil çəkib təqdim edirəm. Deməli, həm biznes məqsədi, həm xırda biznes, həm böyük biznes, həm də ki, yaşamaq üçün əlverişli sizə evlər çəkib təqdim edirəm. Bir dənə apartmandır, hörmətli izləyicilər. 3 mərtəbədən ibarətdir. Bura birinci mərtəbəsidir. İndi buradan çıxandan sonra sizə ətraflı hər şeyi başa salacağım. Bura evin giriş qapısıdır. Burada yerləşir mətbəx. Mətbəxin baş hissəsində yerləşir hamam sanuzeli. Bura kladovkasıdır. Qazı, suyu, işığı hamısı qaydasındadır. Kanalizasiya mərkəzləşdirilmiş kanalizasiya sistemidir. Deməli, vəziyyət necədir, hörmətli izləyicilərimiz? Ev sahibi özü burada mənzillərin birində yaşayır. Qalan ikisini də hal-hazırda kirayəyə verib, neçəyə verib falan, indi onu Allahın köməyi ilə aramızda danışarsınız. Yəni bu qardaşa ayda falan qədər bu apartman gəlir gətirir. Deməli, qiymət ümumilikdə apartmana sizə bina deyirəm, abi sizə bina satıram 250 min manata. 250 minə, 260 minə? 260 minə? 260 minə, çox üzr istəyirəm. Qiymət 260 min manat, indi Allahın köməyindən danışıq da olacaq. Kənd Əhmədlidə bu ərazini tanıyanlar tanıyır. Gəlin sizə tam ətraflı göstərim. Qarşısında parkovkası var. Baxın, maşınlar rahat şəkildə saxlayırlar. Kanalizasiyası qaydasında. Zibilxanası burada. Burada marketləri falan. Burada aşağıda da bir dənə oba marketdir, nədir o var. Metroya buradan binalar görsənir buradan. 5-8 dəqiqəlik məsafədir, hörmətli izləyicilərimiz. 3 mərtəbədən ibarətdir. Deməli, birinci mərtəbəni göstərdim. Birinci mərtəbənin ayrılıqda qiyməti 50 min manatdır. Kim istəyər, ümumilikdə alar. Kirayələr yenə də yaşamağa razıdırlar, içində olan kirayələr. Belə də kirayə tapmaq problem deyil ki. Ehtiyac su çəninə qədər qaydasındadır, qazı su işığı qaydasında, sayğacları qaydasındadır, hörmətli izləyicilərimiz. Sənəd bələdiyyənin layihəsidir. Alqı-satqı müqavilə ilə olacaq. Burada da sayğac qaydasında, elektrik işi, santexnik işi falan hamısı qaydasındadır. Yaxşı planlaşdırılmış bir apartmandır, hörmətli izləyicilərimiz. Alıb yaşamaq üçün və yaxud da kirayə vermək üçün tam əlverişli bir apartmandır. Ümumilikdə qiymət 260 min manatdır. Danışıq yeri olacaq. Ayrı-ayrılıqda da ala bilərsiniz. Birinci mərtəbənin qiyməti 50 min manatdır. İkinci mərtəbənin qiyməti isə 110 min manatdır. Baxın, sizə göstərirəm. Üçüncü mərtəbədə 100 min manatdır. Deməli, burada yerləşir bir yataq otağı, kombisi falan qaydasında, pəncərələrin raşotkası qaydasında. Burada yerləşir bir mətbəx studiya. Orada bir yataq otaqdır, 3 otaqdır. Deməli, bura 3 otaqdır. Qəşəng evdir, səliqəli evdir, nəmişliyi yoxdur, evdə iyi qoxu falan yoxdur. Baxın, sizə buranı da göstərim. Burada kombisi qaydasındadır. İkinci mərtəbənin qiyməti 110 min manatdır. Gedək indi 3-cü mərtəbəyə. Nəsə qalmadı əlavə eləməli olduğum şey. Tamam. Bir daha qeyd edirəm. Sənəd bələdiyyənin layihəsidir. Bələdiyyədə qeydiyyatı da var. Alqı-satqı notarial qaydada aparılacaq. Pis deyil, yaxşı planlaşdırılıb. Bu blok hissəsi də məsələn görürsən, cəmaət şkaf qoyub, biri velosipetin qoyub, nə bilim kombisin qoyub, kladovkası var. Baxın, bu qardaş özü bu evdə yaşayır. Evdə adam var. Hə. Qardaş özü burada yaşayır. Binanı kim alsa yenə də yaşamağa razıdır. Burada sir deyilsə deyə bilərsən, neçəyə qalırsan? 400 manata, baxın, burada qalır. İşığı, qazı falan qaydasında. Qəşəng şirin evdir. Burada bir dənə böyük mətbəx studiya. Deməli, orada hamam sanuzeli. Qardaş yəni buradan narazı deyil. Əladır, şükür Allaha. Hətta, yəni sizdən səmimi danışım. Qardaş, pulum olsa özüm alaram, rahat yaşayıram da. Niyə köçüm gedim? Qəşəng 3 pəncərəsi var bir otağın buradadır. Havalanan gün düşən evdir. 260 min manat ümumi qiymətdir. Ayrı-ayrılıqda. Məsələn, bu mənzilin qiyməti 100 mindir. İkinci mərtəbə 110 mindir. İkinci mərtəbə 3 otaq idi. Birinci mərtəbənin qiyməti isə 40 min manatdır. Allahın köməyi ilə kim alsa Allah xeyrin versin. Bağışlayın, video uzun alındı. Hansısa məsələ qaranlıq qaldısa telefonda izah eləyərəm. Sağ olun.